Sözləri və musiqisi Ruslan Səfəroğluya məxsus olan Şans əsəri yaxın zamanlarda dinləyicilərinə təqdim olunacaq. Bu layihə haqqında məlumatı bugün TV-yə Efes Film Company şirkətinin rəhbəri məşhur kinorejissor Faiq Nağıyev verib. Kinorejissor həmçinin bildirib ki, Nika Yunan Efes Film Company-nin layihəsidir. Qeyd edim ki, biz bu əsərin ərsəyə gəlməsi üçün tanınmış bəstəkar Ruslan Səfəroğluya müraciət etdik. Musiqinin sözləri Yunan tərcüməsindən götürülür. Musiqisi isə tanınmış bəstəkar Ruslan Səfəroğluya məxsusdur. Onu da qeyd edim ki, Yunan əsilli Nika bizim Azərbaycan dilini bilmirdi. Efes film olaraq, mən Faiq Nağıyev olaraq ona doğma dilimizdə, Azərbaycan dilində mahnıları ifa etməyə məcbur etdim və artıq Azərbaycan dilində mahnıları çox gözəl ifa edir.